Akıl Bakdatı kanalında Cici Hak Gərdək. Bağışlayan və mehriban Allahın adı ilə. Salam Sümeyyə bacının şirin, şəkər, gül balaları. Deyin görüm, yeni nağıla qulaq asmağa hazırsınız? O zaman başlayaq. Bu gecənin hekayəsi qızıldan dəyərli. Biri var idi, biri yox idi. Bir zamanlar işıqlı küçələri, rəngarəng evləri olan bir şəhər var idi. Bu şəhərin sakinləri olduqca sadə və mehriban insanlar idilər. Namaz qılar, oruc tutar, halal harama diqqət edər, günlərini sakit şəkildə başa vurardılar. Günlərin bir günü şəhərin meydanında bir canlanma baş verdi. Bir nəfər meydanın ortasında dayanıb, boş əllə qəribə oyunlar edirdi. Bəzən elə bil havadan nəsə tutur fırladırdı. Bəzən də daşları sanki quş kimi havada dövr etdirirdi. Qadın, kişi, uşaq hamı onun ətrafında toplaşıb heyrətlə baxırdı. Bəziləri də əl çalıb əhsən deyirdilər. Bu adam kim idi? Hardan gəlmişdi? Heç kim bilmirdi. Cəmaatın arasında bir oğlan uşağı da vardı. O da ağzı açıq halda qəribə hərəkətlər edən adama baxırdı. Elə bu vaxt oradan hamının sakit deyə çağırdığı gənc bir oğlan keçirdi. Ona bu adı elə-belə verməmişdilər. Həmin bu gənc çox təmkinli, ağıllı, dərrakəli bir insan idi. Danışanda o qədər sakit danışardı ki, səsi güclü eşidilərdi. Balaca oğlan ona səsləndi. Ey, sakit, dayan. Gəl bax gör bu adam necə qəribə işlər görür. Sakit cəmaata baxıb sakitcə dedi. Mənim belə oyunlara baxmağa həvəsim yoxdur. Vaxtımı belə şeylərə sərf etmərəm. Oğlan təəccüblə dedi. Amma bax, necə gözəldir. Adamlar əl çalır, sevinirlər. Sakit biraz qaşlarını qaldırıb dedi. Bu işlərin heç bir faydası yoxdur. Kim qəribə bir iş gördüsə, dalınca düşmək lazım deyil. Oğlan biraz pərt oldu və sakitcə soruşdu. Yəni mən ağılsızam. Sakit gülümsəyərək mehribanlıqla dedi. Yox, balaca, sən məni səhv başa düşdün. Mənimlə gəl, sənə gözəl bir şey danışacağam. Oğlan sevinə-sevinə onun dalınca düşdü. Onlar meydandan xeyli uzaqlaşdılar. Sakit danışmağa başladı. Bir gün bir nəfər İmam Hadi əleyhissalam ilə oturmuşdu. Ondan soruşdu. Niyə Allah hər peyğəmbərə xüsusi bir möcüzə vermişdir? İmam təbəssüm edib buyurdu. Musa əleyhissalamın dövründə insanlar sehrə çox həvəsli idilər. Ona görə də Allah onun əsası ilə bir möcüzə göstərdi. Əsası ilana çevrildi və sehirbazların sehrini puç etdi. İsa əleyhissalamın dövründə insanlar təbabəti sevirdilər. Ona görə Allah ona xəstələri sağaltmaq və ölüləri diriltmək imkanı verdi. Peyğəmbərimiz Salavatullahın zamanında isə insanlar ədəbiyyat və şeirə aşiq idilər. Ona görə də Allah Qur'an-ı Kərimi göndərdi. Bütün sözlərdən daha üstün və gözəl bir kəlam. Oğlanın gözləri par-par parıldayırdı. Bəs indi niyə biz möcüzə görmürük? Sakit gülümsəyib dedi. İmam buyurdu ki, Allah bizə ağıl verib.
sağlam ağıl ilə yaxşı və pisi bir-birindən ayırmaq olar. Sağlam ağıl insana kömək edir ki, o boş oyunlara, aldadıcı sözlərə aldanmasın. Oğlan sevincək dedi. Deməli, hər şeydən əvvəl yaxşı düşünməli, sonra qərar verməliyik. Sakit onun başını sığallayıb dedi. Afərin sənə, hər gözəl görünən şey faydalı deyil. Hər faydalı olan da əvvəlcə maraqlı görünməyə bilər. Lakin faydasını gördükcə insan həvəslənir. Çalış vaxtını boş yerə keçirmə. Hər dəqiqəni elmlə, yaxşı işlərlə doldur. Bil ki, zaman geri qayıtmır. Oğlan sakitdən ayrılıb evlərinə doğru addımladı. Günəş yavaş-yavaş qürub edir, onun şüaları evlərin divarlarını gözəl rəng çalarlarına boyayırdı. Balaca oğlan şəhərin tozlu küçələrində asta-asta addımlayır, Sakitin dediyi sözlər haqqında fikirləşirdi. Gələcək günlərini necə keçirəcəyini planlaşdırırdı. O bundan sonra qızıldan dəyərli olan vaxtını boş işlərə sərf etməyəcəkdi. Bəli, əziz balalar, siz də vaxtınızı boş işlərə sərf etməyəcəyinizə özünüzə söz verin. Əziz balalarım, nağılımız barəsində şəkil çəkib bizə göndərməyi unutmayın.